Xəzər və Aral gölləri. Deyir sahilində yalnız türk dilli dövlətlər yerləşir. Sahilində yalnız türk dilli dövlətlər yerləşir deyirsə, bu gedəcək hansına? Arala. Mənim şey gedir də aralı, hə. Bəli, Arala gedir. Daxili axarsız sövzəyə aid olan çaylara tökülür. Bu hansına gedir? Daxili şey. Hər ikisi. Ortaq olacaq Hər müəllim, ikisi. hər ikisi. 2. Mhm. Okean səviyyəsindən yuxarıda yerləşir. Təbii ki, Aral. Dünya okeanına kanallar vasitəsilə birləşir. Xəzər dənizi, Volqa-Don, Volqa-Baltik kanalları vasitəsilə. Dibində baş verən tektonik proseslər səviyyə tərəddüdünə səbəb olur. Təbii ki, Xəzər dənizdə bizə səviyyə tərəddüdü problemi var. Sonra, Xəzərdən də. bəli, Aha. sahilində səhra və yarımsəhra landşaftı var hər ikisində. hər ikisi. 6 Deməli, Axşara. 3-ə gedir, 2 6, Hı -hı. 1 5 axı mənim variantlar elə çıxmır axı. 4-5, 4-5. Hə, 4 5. Hı -hı. Y variantı. Cavabımız olur. Bəli, deyəcəksən ki, nə? E variantı. Sonra gələk digər sualımıza baxaq. Demək, bizdən nə istəyir? Görək. 40-cı sualda deyir ki, Xəzər dənizinin yerləşdiyi ada, yarımada, körfəz və limanların müvafiq sırasını müəyyən edin. Ada Hı. deyirsə, Xəzər dənizinin yerləşdiyi adalar hansıdırlar? Gəl sadalayaq. Burada adalarımızı görürsən də, düzdür? Aha, bəli. Çulov adası var. Görsən var. Pirallahlı Aha. adası var. Pirallahı. Var. Xeyr, yoxdur. Çulovun yuxarısında. Abi. Pirallahlı. Sonra Buzaçı yarımadası var. Bir dənə var. Çeçen adası. Düzdür? Çeçen də var. Bəli. İndi 40-cı sualda biz nəyə baxırıq? 40-da baxırıq ki, bizim Hı kimdir? -hı. Hə. Deməli, Çeçen deyəcəksən ki, hardadır Çeçen? Çeçen müəllim şeydədir də, adadır, Hə, Şimal adası var, Azər. düzdür. Buzaçı Aha, adası yoxdur. Buzaçı nə idi? Yarımadaydı. bəli. Hı -hı. Sonra Pirallahlı adası var, Çilov adası var. Aha, Bu düzdür. Düzdür, bax adlar yazılır. Çeçen adası, Pirallahlı adası, Çilov adası. Sonra gəldik yarımadaya. Suiti. yarımada. Suiti adadır. Sildin. Bəli. Mangistau. 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 Hı? Mangistaumuz nədir bizim? Körfəzdir də Mangistau körfəzi. Hı? Bəli müəllim. Aha, səhvdir. Sonra Sonra Türkmənbaşı da körfəzi də. Mangistaun yarımadası da var. Adası da var. Mangistau deyəcəksən ki, nəyi var? Qazaxstanda yerləşən yarımadada da Mangistau. Həm körfəzdə, həm Aha, də şey də var. Yarımadası da var. Sonra Buzaçı qeyd dedik nədir? edirlər. Yarımada. Buradakı şey yarımada, hə. Abşeron da yarımadadır. Sonra gələm digərinə. Türkmənbaşı nədir? Türkmənbaşı körfəz. Körfəzdə həmçində nədir? Yarımadadır. Ona görə Aha, qalıram burada ortalıqda. Qızılağac körfəzdə var, amma yarımadası yox. yoxdur. Getdi. Taman. Mhm. Taman nədir? Yarımadadır. Ona görə cavabımız nə olur bizim? 40-da B variantı. Sonra keçirəm 41-ci sualıma baxıram. Deyir, məntiqi ardıcılıq müəyyən edin. Xəzər dənizinin səviyyəsi qalxır. Hə, burada məntiqi ardıcılığımız necədir? Gəl qeyd eləyək. Birinci deyəcəksən ki, Xəzərin dibində tektonik proseslər güclənir. Aha, Güclənəndən sonra dəniz səviyyəsi qalxır. evet qalxır. Aha. Sonra deyəcəksən ki, dənizin su səthinin sahəsi Hmm. böyüyür. Sonra nə baş verir? Sahilə yaxın ərazilər quruntu sularının səviyyəsi qalxır və Çöpək istehsal və 5. sosial B obyektlər sudan variantı. çıxır. C variantı. Düzdür? Bəli müəllimə. 142-yə baxaq. Aşağıda Xəzər dənizinə aid olan məlumatlar verir. Bu məlumatın hansı Aral və Viktoriya gölü üçün ortaq əlamət ola bilər? Baxırıq. Dünya okean səviyyəsinin aşağıda yerləşir deyir. Hər ikisinin oxşar cəhət nə ola bilər? Yerləşdiyi materikə ekvatorial hava kütləsi təsir edir.
Aral gölü bilirsən ki, Avrasiya materikində yerləşir. Düzdür. Hı. Viktoriya gölümüz hardaydı? Afrikada. Afrika'da. Erie gölümüz Hı. hardaydı? Eğer şey Yo. Avustraliyada. Hadi Evet. Avustralya'da. İndi burada canımız 42'də biz nə olacaq? Yerləşdiyi materikə ekvator hava kütləsi təsir edir. Bilirsən də, Avrasiya materikinə subekvatorial iqlim qurşağında yerləşdiyinə görə ora ekvatorial hava kütləsi təsir edir. Hı. Viktoriya gölü Afrikada yerləşir. Orada subekvatorial iqlimdə yerləşdiyinə görə ekvator hava kütləsi təsir edir. Eyer gölündə də subekvatorial iqlimdə yerləşdiyinə görə ekvatorial hava kütləsi təsir edir. Yəni Hı. ekvatorial hava kütləsi orada yoxdur. Sadəcə hava kütləsi ona təsir edir. 5 olacaq hamısının ortaq cəhət. Başa Aydındır? düşdüm. Bəli. 142, 143-ə baxırıq. Görək burada nə deyir? Deyir cənub hissəsi, şimal hissəsi, mərkəz hissəsi. 4 okeanın sahilləri yuyulur. Dört. Bu şey olacak da dört okeanın Üçüncüyə şimal hissəsi. gedəcək. Mərkəz hissə. Mərkəz hissə 4 okeanın sahillərini yuyur. Aha, mentions. Mərkəzidir. Duzluğu Orta Okean duzluğundan aşağıdır. Şimal hissəsində duzluq azdır. Bilirsən də bunu? Bəli, bəli, bəli. Mhm. Duzluluğu daha çoxdur deyir. Bu olacaq cənub Cənub hissəsində. hissəsi. Ay sağ. İkiyə Bu də hissəsi gölün gedir. ən çox su gətirən deməli bu hissəsinə gölə ən çox su gətirən çay tökülür deyirsəm, Bu da gedəcək ortağa da. Yox. çay Yox, burada yox, yox. tökülür şimaldan. Şimaldan. Hı. Şimal hissədən çox çay tökülür. Bir də hansı hissədən? Mərkəzdən də gəlir tökülür də. Deməli 143 deməli 43-dən nə edirik? Burada birinciyə gedəcək nə? Birinci iki gedir də. Duzluluğu orta okean duzluğundan Duzluğundan aşağıdır. aşağıdır. Aa, bu əslində hamısına gedir. Dünya okean orta duzluğu nə qədərdir? 35 promil deyil. Hamısında Aha. aşağıdır da. O çox deyil axı. Bu duzluğu deyir Onda okean bu. ortağı ilə 2 gedir. Hə, hə. Dünya okeanından deyir. Dünya okeanının duzluğu 35 promildir. 4 okeanın sahillərini yuyur. Mərkəz hissə. Duzluq Hı. daha çoxdur cənub hissədə. Bu hissəsi gölün ən çox su gətirən çay tökülür. Şimal hissədən daha çox çay gəlir. Buna görə Başa cənub düşdüm. 43-də nədir? Evəndir. Aydındır? Eyvallah. Bəli. Respublikamızın təbii şəraitinə və təsərrüfatın formalaşmasına Xəzər dənizinin təsiri. Hı. Suvarma əkinçinin inkişaf etdirilməsinə şərait yaradır deyir. Xəzər dənizindən suvarmada istifadə edilmirlər. Çünki Xəzər dənizi şorsudur. Onunla nə istifadə etsinlər ki? Hı. İqlimin yumşaldıcı təsir göstərir. Bəli, bilirsiniz də Orta Asiyadan Azərbaycana isti küləklər gəlir. Xəzər dənizi onun qarşısını alır. Düz 2. Tropik hava kütlələrinin qarşısını alır. Tropik hava kütlələrinin qarşısını alır. Bu yox. Tropik hava kütləsi gəlmir axı Orta Asiyadan bizə. Kontinental hava kütləsi gəlir. Müxtəlif Hı. sənaye sahələrinin, bəli, mülayim kəskin kontinental hissəsindən gəlir. Müxtəlif sənaye Hı. sahələrinin inkişaf etdirilməsinə imkan yaradır. Düzdür. Doğru. Dağ-mərcan prosesini gücləndirir. Səhvdir. Nəqliyyat və ticarət genişlənməsinə əvvəl şərait edir. Düzdür. Cavabımız 2, 4, 6 olur. Gəlirəm 45-ci sualıma baxıram. Cənub hissəsinə söhbət gedir. Deyir ki, yay aylarında suyun temperaturu 25-28 dərəcə arasında dəyişir. Bu düzdür. Sahil xətti daha çox parçalanmışdır. Səhvdir. Ən derin yeri Lənkəran çökəklidir. Düzdür. Orta duzluq burada çoxdur. Bəli, 10-13 promilli düzdür. Bakı-Aktau dəniz yolu buradan keçir. Səhvdir. Düzdür. Keçmir də. Cənubda görünən elə bir şey var? Yox. Deyir müəllimə. 1, 2, Orta 4 duzluğu olacaq. 5-10-dursa mərkəz hissədən söhbət gedir. Cavabımız 1, 3, 4 olacaq. 46-ya baxıram. Burada da yenə cənub hissəsinə aid olmayan deyir. Deyir qışda temperatur 10-12 dərəcədə düzdür. Qış aylarında Hı. donur, səhvdir. Qış aylarında şimal hissə donur. Suyun hövzəsinin ən dərin yeri burada yerləşir. Bu da deyəcəksən ki, düzdür. Lənkəran çökəkliyi buradadır. 1 kiloqram suyun dəniz suyunda 10 düzdür. Bu da aiddir. Bakı-Aktau dəniz yolu buradan keçir. Səhvdir. Yanlış. Orta duzluq 5-10-dur. Mərkəz hissədir. Yanlış. Cavabımız Mərkəz. 2, 5, 6-dır. Hı hı. Gəlirəm Başa digər. düşdüm. Aha, 48-ci suala. Xəzər dənizinə şimaldan nə tökülür? Volqa ilə Ural çayı. Şimaldan Şimaldan Volqa ilə Ural. Aha. Volqa, Ural, Enba.
Daha sonra deyəcəksən ki, qərbdən gələn isə hansı olacaq? Qərbdən. Hı hı. Huma, Trek, Sulak, Samur, Kür. Hı hı. Deməli, İyi gidip de. 47-də deyəcəksən ki, 1-ə gedir C ilə D. 2-yə Aha. gedir qərbdən A ilə E. Aha. Cənubdan isə deyəcəksən ki, B. Hı hı. Cənubdan Qızılüzən, bir də nə gəlir? Səfir Durud. Nasıl üzen? Sefaturut. Aha. Bəli. Gəlirik digər 48-ci suala. Şimaldan deyir, dedim axı şimaldan Enbadır. Emba. Ural. Bəli. Enba ilə Ural. A ilə D getdi. 2-yə Hı gedir nə? hı. B ilə C. Treyk və Samur. Tamur. Aha. Qərbdən Treyk və Samur. Sonra cənub-şərqdən isə deyəcəksən ki, gəlir Atrik. Ahring. Bəli, Aha. Atrik su çayı. Sonra 49-a baxıram. Xəzər dənizinə qeyd edəcəksən Qudyalçay, Xəzər Kubuya dənizi. çay. Aha. Hı -hı. Sonra Kür çayına Gilen çay. nə gəlir? B ilə E, B, E. Bu Qoşqar çayı, bir də Qanıq çay. başka bir de kanık ha. Göndələnlə də Aha. Gülançay Arazı aiddir, düzdür? Arada. Benim elmi. 50-yə baxıram. 1 şimal hissəmdir. 2 mərkəz, 3 cənub hissəm. Suyun orta duzluğu daha çox yüksəkdir cənubda, yəni 3-də. Ən dərin yeri Dərbənd çökələri 2 mərkəzdə. 2 işıqlanma Ben bir dəqiqə, deməli suyun orta duzluğu daha yüksəkdir cənubda. mərkəzdə. Hə, Yox, Tərtənubda. cənubda. Hı. Ən 2-yə dərin gedirəm. yer Dərbənd Dərbənd çökəkliyidir. 2-də, 2-yə B. Hı. 2 iqlim qurşağında yerləşir deyirsə, o da mərkəz hissədir. Hı. Daha yüksək coğrafi enliklərdə yerləşir deyirsə, şimal hissə. Hı. Şef düzənliyi geniş yer tutur şimal hissəsində. Hı. Hı -hı. 51-ə baxaq. Xəzər dənizinin hissələrinə uyğun cənub xüsusiyyətlər. 1 şimal, 2 mərkəz, 3 cənub. Deyir ki, suyun orta dozluğu ən aşağıdır 1-də, yəni şimalda. Hı. Ən dərin yeri bu hissədə yerləşir 3-də, Lənkəran çökəkliyində. Dərbənd çökəkliyi burada yerləşir 2-də, mərkəzdə. Hı. Buxarlanma və orta duzluq daha yüksəkdir, deyəcəksən ki 3-də. Yəni ki, cənubda duzluq daha çoxdur. Bu hissə yalnız Hı. iki ölkənin sahillərini yuyur deyirsə, Okay. birinci. Birinci şimal isə, hə, Bəli, şimal hissəndə Rusiyanın deyəcəksən ki, Qazaxıstan sahilləri yuyulur. Rusiya və Qazaxıstan. Aha. Bəli. Sual var. Xeyr, mənimlə yoxdur. Hı. Mənim yəqin ki, bunun videosunu paylaşacaqsınız da. Bəli, bəli. Paylaşın.